Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Əziz qardaşlar, hər birinizi xoş gördük. Uca Allah'tan istəyirik ki, Allah Teala bu məclisi hər birimiz üçün faydalı etsin. Və Allah Teala qiyamət günü bu məclisi bizim xeyrimiz üçün yazsın. Deməli, əziz möhtərəm qardaşlar, biz sizlə bir kitab barəsində götürmüşdük. O kitab da Rəhmanın qullarının sifətləri haqqındadır. Bu kitabdan 3 sifət barəsində keçmişdik. Və uzun müddət də qalmışdı bu kitabın arxası. Bu kitabda Rəhmanın qullarının sifətləri 8 sifətdən ibarətdir. Allah Teala bizim hər birimizə o sifətə sahib olanlardan etsin, nəsib etsin. Deməli, bugün sizinlə Allahın izni ilə Rəhmanın qullarının sifətlərindən dördüncüsünü götürəcəyik. Dördüncü sifət. Diqqət edin, müəllif buyurur ki, Rəhmanın qullarının sifətlərindən dördüncüsü, Rəhmanın qulları mallarını infaq etdikdə, xərclədikdə nə israfçılığa yol verərlər, nə də ki, xəsisliyə yol verərlər. Bu ikisinin arasında orta yolu tutarlar. Çox mühümdür. Bu dərsin ünvanıdır. Bu barədə müəllif Furqan surəsinin ayəsini gətirir. 67-ci ayəsini. Allah Teala bu ayədə buyurur ki: "Vellezine iza anfaqu lem yusrifu ve lem yaqturu ve kana beyne zalika qawama." Onlar o kəslər, yəni kimlər? Rəhmanın qulları. Onlar mallarını xərclədikdə nə israfçılığa yol verərlər, nə də ki, xəsislik edərlər. Onlar bu ikisinin arasında orta bir yolu tutarlar. Rəhmanın qulları. Müəllif buyurur ki, Rəhmanın qullarının sifətlərindəndir ki, onlar Allah Teala'nın onlara verdiyi malı israf etməzlər. Nə də ki, israfla bərabər xəsislik etməzlər, tutub saxlamazlar. Yəni, onlar Allahın onlara bəxş etdiyi o malı bu ikisinin orta yolunu tutub, arasında orta yolu tutub xərcləyərlər. Nə üçün? Çünki onlar bilirlər ki, qiyamət günü Allah Teala onlara verdiyi bu neymətlər haqqında bir gün soruşulacaqlar. Rəhmanın qulları bunun şuurundadır. Düşünürlər, bilirlər ki, Allah Teala onlara bu dünyada neymətlər bəxş edib. Və hər bir insan da qiyamət günü ona verilən neymətlərdən soruşulacaqdır. Bu baxımdan Rəhmanın qulları orta yolu tutarlar. Nə Allah Teala'nın onlara bəxş etdiyi neymətləri israf edərlər, nə də ki, israfla bərabər xəsislik etməzlər. Sonra buyurur ki, bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis varid olmuşdur. Hansı ki, hədisdə göstərilir ki, qul, insan bu şeylərdən soruşulmadıqca qiyamət günü ayağını bir addım tərpədə bilməyəcək. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, "Lə təzulu qədəmə abdin yevməl qiyaməti, həttə yus'ələ an umrihi fīmə əfnəhu." Allah Rəsulü bu hədisdə buyurur ki, bəndə, qul, qiyamət günü bu şeylərdən soruşulmadıqca deməli, ayağını tərpədə bilməyəcək. Hansı şeylərdir? An umrihi fīmə əfnəhu. Qul ömründən soruşulmadıqca, yəni ömrünü nəyə sərf etdi, necə keçirdi, bu barədə soruşulmadıqca qiyamət günü ayağını tərpədə bilməyəcək. Diqqət edin. Sonra hədisin ardında Allah Rəsulü buyurur ki, insan elmindən soruşulmadıqca, yəni Allah Teala'nın ona bəxş etdiyi elmdən, o elmi necə istifadə etdi? O elmdən soruşulmadıqca o ayağını tərpədə bilməyəcək. Və sonra buyurur ki, qul ona verilən maldan, Allahın ona bəxş etdiyi maldan onu necə qazanıb və necə infaq etdiyindən soruşulmadıqca qiyamət günü ayağını tərpədə bilməyəcək. Və nəhayət sonuncu hədisdə buyurulur ki, qul bədənindən, yəni Allahın ona bəxş etdiyi o cismi, bədəni necə istifadə etdi,
nə cür istifadə etdi, Allahın ona bəxş etdiyi o cismi, bədəni soruşulmadıqca ayağını tərpədə bilməyəcək. Fikir verin, hədisdə 4 şey qeyd olunur və bunların hamısı mühümdür, dəyərli qardaşlar. Yəni, kimə mal verilibsə, mütləq onun hesabını verəcək. Kimə elm verilibsə, mütləq onun hesabını verəcək. Və həmçinin, kimə malla bərabər, yəni Allahın ona bəxş etdiyi ömürdən, Allahın ona verdiyi ömrün haqq hesabını verəcək. Eləcə də Allah Taala'nın ona bəxş etdiyi o bədənin haqq hesabını verəcəkdir. Bu baxımdan insan gərək bu şeylərə diqqət etsin. Bu hədislərin hər biri bizlər üçündür. Yəni ona görə Rəhmanın qulları bu şeyin fərqində olarlar. Bu şeyə önəm verərlər. Və bu baxımdan Rəhmanın qulları Allahın onlara bəxş etdiyi malı israf etməzlər. Necə gəldi, xərcləməzlər. Eyni zamanda da onlar o malı tutub saxlamazlar. Yəni, xəsislik etməzlər. Və bu ikisinin arasında orta yolu tutarlar. Və onlar vacib və müstəhəb ehtiyaclarında Allahın icazə verdiyi həddi aşaraq onlara verilən malı israf etməzlər. Yəni, Allah Taala nəyi icazə veribsə xərcləmək üçün, istər vacib olsun, istər müstəhəb olsun. Yəni, onlar o həddi aşmazlar. Necə gəldi, israf etməzlər. Əksinə, onlar öz ehtiyaclarını qarşılayarlar, vacib olan və müstəhəb olan məsələləri və həmçinin bunun müqabilində də, yəni onlar xəsislik etməzlər. Yəni ki, onlar ehtiyacları olan şeylərə xərcləyərlər. Allah Taala'nın onlara bəxş etdiyi neymətləri, malı, mülkü, yəni həm onlar öz həyatlarının keçimi üçün, həyatlarını ayaqda saxlamaq üçün, eyni zamanda da onların axirətlərinə fayda verəcək, onların axirətlərini islah edəcək və onların axirətləri üçün yararlı olacaq şeylərə də xərcləyərlər. Yəni, bu Rəhmanın qullarının sifətlərindəndir ki, onlar Allah Taala'nın bəxş etdiyi neymətlərə qarşı çox gözəl davranarlar. Yəni, onlar həm deməli, Allahın verdiyi neymətlərə qarşı həm özlərinin dünya ehtiyaclarını qarşılayarlar, istər vacib olsun, istər müstəhəb olsun və eyni zamanda da axirətlərinin yaxşı olması üçün Allahın bəxş etdiyi, yəni o maldan xərcləyərlər. Və bu, hər bir müsəlmanın üzərində vacib olan məsələlərdəndir, əziz qardaşlar. Müsəlman daimi orta yolda olmalıdır. Hər bir məsələdə nə təfritə, nə ifrata varmamalıdır. Hər ikisi qadağan olunan əməllərdəndir. Təfrit və ifrat. Çünki şəriətdə icazə verilməyən əməllərdəndir. Və buyurur ki, nəinki dini məsələdə, hətta insan dünyəvi məsələdə belə daimi orta yolu tutmalıdır. Həm dini məsələdə, həm də dünyəvi məsələdə insan nə ifrata varmamalıdır, nə də təfritə varmamalıdır. Hər bir şeydə orta yolu tutmalıdır. Necə ki, bu barədə məhşur, deməli, tabiinin sözünü gətirir müəllif, Mutarrif ibn Abdullahın, Allah ona rəhmət eləsin. Buyurur ki, bu işlərin ən xeyirli olanı onun orta yolunu tutmaqdır. Və buyurur ki, ən yaxşı olan da bu iki pis əməlin ortasında olandır. Qatədə tabinlərdən olur. Deməli, Mutarrif buyurur ki, həmin tabin, Qatədədən bu barədə soruşdum ki, yəni iki pis əməlin arasında olan yaxşı əməl nədir? Və o həmin bu ayəni oxuyur. Furqan surəsinin 67-ci ayəsini. Diqqət edin, Allah Teala buyurdu ki, وَالَّذ۪ينَ اِذَا أَنْفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا Onlar deyir, mallarını xərclədikdə nə israfçılığa yol verməzlər, nə də ki, xəsislik etməzlər. Yəni, bu ikisinin arasında orta yolu tutarlar. Sonra, əziz qardaşlar, müəllif, deməli, Rəhmanın qullarından 4-cü sifəti tamamladıqdan sonra 5-ci sifətə keçir. Buyurur ki, 5-ci sifət, Rəhmanın qulları böyük günahlardan uzaq duran kimsələrdir. Və bu barədə eyni ilə Furqan surəsinin növbəti ayəsini gətirir. Allah Teala bu ayədə buyurur: وَالَّذ۪ينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرَ
Və la yaqtulunən nəfsəlləti harramallahu illə bilhaq və la yaznun. Fikir verin ayəyə. Allah Teala bu ayədə buyurur ki, onlar Allahla bərabər başqa məbuda dua etməzlər, çağırmazlar. Və Allahın haram etdiyi canı da haqsız yerə qətl etməzlər. Və eləcə də zina etməzlər. Və müəllif burada buyurur ki, Allah Teala Rəhmanın qullarının sifətlərindən ən bariz olanını burada bildirdi. Yəni, müttəqi olan Rəhmanın qullarının sifətlərindən ən barizini burada açıqladı. Hansı ki, onlar bu böyük günahlardan deyir, uzaq durarlar. Allah Teala deməli bu üç böyük günahı bir mətndə, bir cümlədə zikr etməklə xüsusiləşdirdi. Fikir verirsiniz? Çünki bu günahlar deyir, olduqca şiddətli və böyük günahlardır. Ən birincisi Allah Teala'ya ortaq qoşmaq. İkincisi məsum cana qıymaq, məsum canı qətl etmək. Üçüncüsü isə zina etmək. Və bunların üçü də olduqca böyük günahlardandır. Müəllif qeyd edir ki, şirkə gəldikdə və o şirk elə bir əməldir ki, deyir ki, bu Allahın bəndələri üzərində haqqı ilə əlaqəli olan bir məsələdir. Hansı ki, elə bir günahdır ki, Allah Teala onu bağışlamayacaq. İnsan əgər şirkin üzərində ölərsə, Allahdan başqasına ibadət edərək, Allahdan başqasına üz tutaraq, yəni həyatda yaşayıb Allahdan başqasına ibadət edib ölərsə, Allah Teala onu bağışlamayacaq. Bir mənalı olaraq. Ən təhlükəli günahdır. İnsanın əbədiyyən cəhənnəmini qazanacaq olan günahdır. Və ona görə insan bilməlidir ki, şirk insanın bütün əməllərini puç edir. Fikir verin, Allah Teala Quran-ı Kərimdə buyurur, Nisə surəsində, İnna Allah la yaghfiru an yushraka bihi. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamaz. Və yaghfiru ma dun zalika limen yasha. Lakin Allah Teala bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Və men yushrik billahi faqad iftara ismen azima. Diqqət edin. Allah Teala buyurur ki, kim Allaha şərik qoşarsa, böyük bir günah edərək iftira atmış olar. Yəni, Allaha ortaq qoşmaq günahların ən böyüyüdür. Və Allaha ortaq qoşmaq nədir, əziz qardaşlar? Yəni, qulun, bəndənin Allahdan başqasına üz çevirməsidir. Yəni, ibadətlərdə, xüsusən qulun, insanın, bəndənin ibadətləri Allahdan başqasına yönətməsidir. Dua etmək kimi. Allahı qoyub başqasına dua etmək. Hansısa bir məqbərənin qarşısında durub, məqbərədən hər hansı bir şeyi ummaq, istəmək, şəfa diləmək, yardım istəmək və həmçinin imdad diləmək, sığınmaq, nəzir kəsmək, nəzir etmək, qurban kəsmək və digər ibadətin növlərinin hamısını Allahdan başqasına sərf olunarsa, yönələrsə, və bu ən böyük günahdır. Günahlar içərisində ən böyük günahdır. Və cinayətlər içərisində ən böyük cinayətdir Allaha qarşı. Və o da Allaha ortaq qoşmaqdır. Diqqət edin. Şirk günahların içərisində ən böyük günahdır. Və günahlar içərisində ən böyük günahla bərabər ən böyük cinayətdir Allaha qarşı olan. Və Allah Teala'nın bağışlamadığı günahdır. Sonra müəllif buyurur, məsum canı qətl etməyə gəldikdə, bu da olduqca dəhşətli və böyük günahlardan biridir. Və bu günah da, deməli, bu cinayəti etməklə özünə zülm edən, öz nəfsinə zülm edən qatillə əlaqəli olan bir günahdır. Və həmçinin qatillə bərabər haqsız yerə canına qıyılaraq öldürülən şəxslə əlaqəli olan bir günahdır. Və eyni zamanda da, deməli, öldürülən şəxsin yaxınları ilə, valideynləri ilə əlaqəli olan bir günahdır. Burada bir hədis gətirir.
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, لَزَوَالُ الدُّنْيَا أَهْوَنُ عَلَى اللّٰهِ مِنْ قَتْلِ مُؤْمِنٍ بِغَيْرِ حَقٍّ. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Allah qatında dünyanın məhv olması bir müminin haqsız yerə öldürülməsindən daha önəmsizdir. Daha bəsitdir. Yəni, dünyanın yox olması Allah yanında daha önəmsizdir. Nəinki bir müsəlmanın öldürülməsi, bir müminin qətl olunması. Fikir verin, Allah dərgahında, Allah yanında müminin şəni nə qədər ucadır. Sonra buyurur ki, zinaya gəldikdə bu da olduqca böyük və çirkin günahlardan biridir. Və bu insanın qəlbini xəstəliyə düçar edir. Və həmçinin insanı fəsada aparır. Və eləcə də həm fərdi, həm də toplumu zərərlərə və olduqca müxtəlif xəstəliklərə düçar edən bir günahdır. İnsanın həm imanına təsir edən, həm bədəninə təsir edən, həm nəfsinə, düşüncəsinə təsir edən və eyni zamanda da topluma təsir edən bir günahdır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, bir kişi zina etdiyi zaman iman ondan deyir çıxarlar. İman ondan çıxar. Və deyir, iman onun üzərində, yəni başının üzərində bir kölgə kimi olar. Və deyir, o işini qutardıqdan, bitirdikdən sonra iman ona qayıdar. Baxın, nə qədər təhlükəli bir əməldir. Və buyurur ki, Allah və Rəsulu bu böyük günahdan olduqca şiddətli şəkildə çəkindirmişdir. Və bütün bu günaha aparacaq vəsilələrdən belə çəkindirmişdir. Və insan bilməlidir ki, şəriətdə buyurulan bütün qaydalar, əhkamlar insanların xeyrindən başqa bir şey deyil. İstər kişi olsun, istər qadın olsun. Nə üçün şəriətdə qadağa gəlib? Yəni, bu onu göstərir ki, yalnız xeyirdən başqa bir şey deyil. Və buyurur ki, bu yalnız onun təhlükəyə düçar olmaması üçün, eyni zamanda da pis nəticə ilə nəticələnməməsi üçün. Bu nöqteyi nəzərdən, yəni şəriət bunu bizə bildirib. Və bunda da xeyirdən başqa bir şey yoxdur. Yəni, çünki bu əməlin nəticəsi həm təhlükəlidir, həm də günahla nəticələnən bir əməldir. Və sonra müəllif qeyd edir ki, Allah Teala bu böyük günahlardan çəkinməyi bildirdikdən sonra, xəbər verdikdən sonra buyurur ki, bu günahları edənlərin cəhənnəmdə şiddətli bir əzabla təhdid olunmasını bildirmişdir. Yəni, bu böyük günahları barədə Allah Teala xəbər verdikdən sonra, yəni, bu günahlardan uzaq olmağı bizə zikr etdikdən sonra və buyurur ki, bu günahları edənlərin cəhənnəmdə şiddətli bir əzaba düçar olması barədə Allah Teala təhdidlə bildirir, xəbər verir. Buyurur ki, ayədə وَمَنْ يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا. Allah Teala buyurur ki, kim bunları edərsə, yəni bu günahları edərsə, cəzaya məruz qalacaq. Və sonra buyurur ayənin ardında يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهَا مُهَانًا. Fikir verin. Allah Teala bildirir ki, kim bunları edərsə, bu günahları edərsə, cəzaya məruz qalar. Ayənin ardından buyurur ki, qiyamət günü onun əzabı qat-qat artırılar. Allah qorusun. Və o orada zəlil olaraq, yəni cəhənnəmdə zəlil olaraq əbədi qalar. Furqan surəsi. Bu nəyi bildirir, əziz qardaşlar? Bu, günahların olduqca şiddətli olmasını və günahın şiddətindən sonra da necə nəticələnməsini bildirir. Allah bizləri qorusun. Sonra buyurur ki, sonra bu böyük günahlara, bu böyük günahlardan hər kim surətli şəkildə tələsərək Allaha dönərsə, tövbə edərsə, bu şiddətli təhdiddən istisna olar, xaric olar. Yəni bir kimsə Allaha üst tutaraq tövbə edərsə, Allaha qayıdarsa, Allahın əhvinə sığınarsa, Allahın bağışlamasını diləyərsə və Allahdan bir çox bağışlamalar istəməklə yanaşı, xeyir əməllər, salih əməllər etməyə yönələrsə, Allah Teala onu bağışlayar. Və
buyurur ki, eləcə də Allaha yaxınlaşdıran bütün ibadətin növlərindən Allaha yaxınlaşarsa, əlbəttə ki, deyir, Allah onu bağışlayar və onun dərəcəsini yüksəldər və onun pisliklərini yaxşılıqlarla əvəz edər. Çox gözəl qeyd edir. Diqqət edin, fikir verin. Əgər insan günahlardan, böyük günahlardan Allaha qayıdarsa, tövbə edərsə və Allahın əffinə sığınarsa, bağışlamasını istəyərsə və bununla bərabər salih əməlləri çoxaldarsa və Allaha yaxınlaşdıran bütün o əməllərin hər biri ilə, yəni özünü o əməllərə yönəldərsə, Allah Teala deyir, onu bağışlayar və onun dərəcəsini qaldırar və onun pisliklərini yaxşılıqlarla əvəz edər. Və sonra bu ayəni gətirir. İllə mən təbə və əmənə və amilə əmələn salihən fəuləikə yübəddilullahu seyyiətihim həsənət və kənəllahu qafurən rəhimə. Fikir verin, Allah Teala buyurur ki, ancaq tövbə edib, iman gətirənlər və salih əməllər edənlərdən başqa Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Fikir verirsiniz, Allah bağışlayandır və rəhm edəndir. Və ona görə burada nəyi göstərir? İnsan günahlara düçar olduqda dərhal Allahdan bağışlanma diləməlidir, tövbə etməlidir və etdiyi əməllərə görə Allahın huzurunda onun əffinə sığınmalıdır. Və tövbə ilə, istiğfarla bərabər də salih əməllər, yaxşı əməllər, xeyir əməllər etməlidir ki, Allah Teala onun pis əməllərini yaxşı əməllərlə əvəzləsin. Necə ki, ayədə gəldiyi kimi. Allah Teala nə deyir? Uləikə yübəddilullahu seyyiətihim həsənət. Allah deyir, onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Və kənəllahu qafurən rəhimə. Allah bağışlayandır və rəhm edəndir. Ona görə dəyərli qardaşlar, insan gərək tövbə et, yəni günah etdikdə dərhal Allaha sığınsın, tövbə etsin. Allah bağışlayandır, rəhm edəndir və günahlarına tövbə etməsi ilə bərabər dərhal salih əməllər etsin, xeyir əməllər etsin. Çünki ayədə göstərildiyi kimi insan tövbə etməsi, iman etməsi, salih əməllər etməsi onun günahlarının bağışlanması ilə yanaşı pis əməllərinin yaxşı əməllərlə əvəz olunmasına gətirib çıxarır. Sonra əziz qardaşlar, müəllif Rəhmanın qullarının 5-ci sifətini də bitirir və sonra keçir Rəhmanın qullarından 6-cı sifətə. Və bu sifətdə də müəllif buyurur ki, Rəhmanın qullarının 6-cı sifəti, onlar münkər, çirkin və pis məclislərdən uzaq durarlar. Rəhmanın qulları. Və bu barədə yenə eyni ilə Furqan surəsinin ayəsini gətirir. Allah Teala Quran-ı Kərimdə buyurur. وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا. Allah Teala onların barəsində qeyd edir, bildirir, xəbər verir. Deyir ki, Rəhmanın qullarının əxlaqlarındandır, gözəl əxlaqlarındandır, gözəl vəsflərindəndir ki, onlar özlərini münkər olan məclislərdən uzaq tutarlar. Fikir verin, Ər-Rəhmanın qulları, uca Allahın, mərhəmətli olan Allahın qullarının əxlaqındandır ki, gözəl vəsflərindəndir ki, onlar özlərini münkər olan bütün məclislərdən uzaq tutarlar. Və sonra buyurur ki, onlar bütün günah məclislərə, lağlağı məclislərinə, batil məclislərə, haram məclislərindən özlərini uzaq tutarlar. O məclislər ki, hansı ki haram və lağlağı bürünmüş məclislərdir, onlar özlərini o məclislərdən uzaq tutarlar. Necə ki Allah Teala buyurdu. وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ. Allah Teala buyurur ki, yəni onlar yalana şahidlik etməzlər. Yəni onlar batil olan, yalan olan, doğru olmayan məclislərdə iştirak etməzlər. Və eyni zamanda da o məclislərin əhli ilə müştərək olmazlar. Sonra buyurur ki, bu ayəyə daxil olan məsələlər hansılar ki, aşağıda gələnlərdir. O məclislər hansılardır? Buyurur ki, asiliklər və günahlar üzərində qaim olan, qurulan məclislər hansılardır? Qeybət məclisləri. Yəni bir kimsənin haqqında danışmaq. Və həmçinin
nəmmamlıq məclisləri, insanların arasında söz gəzdirmək və həmçinin ələ salmaq məclisləri, insanları ələ salmaq və həmçinin istehza məclisləri, yalan məclisləri, konsert məclisləri, münkər olan görüntülər və bütün fahiş olan, münkər olan məclislərə, yəni daxil olan məsələlərdir bunların hamısı. Və onlar bütün bu cür məclislərdən uzaq olarlar. Və həmçinin buyurur ki, deməli, bura daxil olan məsələlərdən, hansı ki, günahlara, asiliklərə daxil olan məsələlərdəndir ki, deməli, insanların fikirlərini azdırmağa yönələn və həmçinin fəsada aparan zəlalət dəvətçilərinin bidət əməllərinə təşviq edən bütün bu cür məsələlərin hamısına daxildir. Yəni, ayədə keçən zur kəlməsi yalana şahid etməzlər. Yəni, bunların hamısı bu məsələlərə daxildir. Hansı məsələ? Yəni, insanların, müsəlmanların, möminlərin fikirlərini başqa səmtə çəkmək. Yəni, sapmış və azğın fikirlərə təşviq etmək, rəvac vermək, fəsada aparmaq və eləcə də zəlalət dəvətçilərinin bidət əməllərinə təşviq etmək və bu məsələlərdən deyir, onlar uzaq olarlar, şahidlik etməzlər və hamısı deyir, o zura daxildir, o günaha, o yalana daxildir. Eləcə də buyurur ki, buna daxil olan məsələlərdən həmçinin deməli müşriklərin, Allaha ortaq qoşanların bayramlarında iştirak etmək, onların bayramlarında, məclislərində, mövsümlərində iştirak etmək, həmin məclislərdə və onların bayramlarını təbrik etmək və onların bayramlarına sevinmək və həmin bayramlarda sevinç hissi ilə o sevincini izhar etmək və bunların hamısı deyib, buna daxildir. Ayədə keçən məsələyə daxildir. Fikir verin, çox önəmli məsələdir. Yəni, müsəlmana yaraşmaz ki, Allaha ortaq qoşanların məclislərində, xüsusən bayramlarında iştirak etmək və onların sevinclərinə şərik olmaq və onlar kimi fərəhlənmək. Çünki onlar Allahın haqqını ayaqlayırlar. Mömin, müsəlman necə Allaha ortaq qoşanların məclislərində iştirak edib, bayramlarında iştirak edib, şənliklərində iştirak edə bilər və onlarla sevinə bilər. Möminə yaraşan, müsəlmana yaraşan xislət deyil. Və ona görə də müəllif burada qeyd edir ki, Rəhmanın qullarının vəsflərindəndir ki, onlar müşriklərin, Allaha ortaq qoşanların bayramlarında iştirak etməzlər. Onlar kimi sevinməzlər, fərəhlənməzlər. Sonra burada İbn Cərir Ət-Təbərinin sözünü gətirir və məşhur təfsirçilərdəndir, ən qədim. Və qeyd edir ki, həmin ayənin deməli, ayə barəsində buyurur ki, onlar deməli, yalana şahidlik etməzlər, yəni onlar batilə, doğru olmayan bir şeyə və həmçinin şirkə, yalana və musiqilərə və bu cür şeylərə və digər şeylərin heç birinə yəni iştirak etməzlər, şahidlik etməzlər, yəni orada iştirak etməzlər. Deyir ki, yalan adı olan hər nə varsa, o ora daxildir. Çünki Allah Teala onları belə vəsf etdi. Onlar la yeşhədunə zura, yalana, doğru olmayana şahidlik etməzlər. Və sonra müəllif buyurur ki, Rəhmanın qulları bütün hər cür sifətlərlə şamil olan çirkin sifətlər, çirkin məclislərdə deməli iştirak etməzlər və o məclislərin heç birində deyir, yəni müştərək olmazlar. Və xüsusən də deyir, onların yalana şahidlik etməmələri daha önə çəkilmişdir. Necə ki, ayədə göstərildiyi kimi. Yəni, Rəhmanın qulları bütün deməli, çirkin olan, münkar olan məclislərin heç birində iştirak etməzlər. Allah Teala ayədə buyurdu ki, وَإِذَا مَرُّ بِاللَّغْوِ مَرُّ كِرَامًا deyir ki, onlar lağlağa məclisinə rast gəldikdə, deyir ki, oradan ləyaqətlə ötüb keçərlər, uzaqlaşarlar. Rəhmanın qulları.
deməli, lağlağan məclislərinə rast gəldikdə, istehza, suxriyyə məclislərinə rast gəldikdə, onlar ləyaqətlə deyir, oradan ötüb keçərlər. Və deyir, onlar o məclislərə qatılmazlar. Və məqsədyönlü, qəsli şəkildə Rəhmanın qulları o cür məclislərdə iştirak etməzlər. Çünki bu onların vəsfindən, xislətindən və sifətindən deyil. Lakin onlardan biri Allahın təqdiri ilə baş verərsə, o məclisdən, yəni qarşılaşarsa, o münkər məclislərə, batil olan, doğru olmayan məclislərə, yəni qarşılaşarsa o məclislərlə və deyir ki, onlar o zaman həmin məclislə ləyaqətlə deyir, oradan uzaqlaşarlar, keçib gedərlər və onlar oraya etiraz edərlər. Rəhmanın qullarının xislətindən ki, əgər onlardan biri hər hansı münkər olan məclisə Allahın təqdiri ilə, yəni ora daxil olarsa, o məclislərdə iştirak etmək baş verərsə və oranı gördükdə deyir, o oradan ləyaqətlə deyir, oranı tərk edər və oradan çıxıb gedər və o məclisdə özünü görməz, özünü o məclisdən uzaqlaşdırar. Burada, əziz qardaşlar, Rəhmanın qullarının sifətlərindən 6-cısı sona çatdı. 3 sifəti tamamladıq. Allahdan istəyirəm ki, Allah Teala bizi Rəhmanın qullarının vəsfi ilə vəsflənən qullarından etsin. Amin. Allah Teala bizim günahlarımızı bağışlasın. Allah Teala bizə iman üzərində yaşayıb, iman üzərində ölməyi müvəffəq etsin. Uca Allah bizim valideynlərə rəhm eləsin, onları bağışlasın. Allah Teala zürriyyətimizi salihlərdən etsin. Subhanəkəllahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və ətubu ileyk.